Investaz investisiya şirkəti sizi salamlayır. Dünya valyuta birjalarında avronun qiyməti yenidən 1 dolar 14 sentin üzərində ticarət edilməkdədir və 1 dolar 15 sentə kimi də bahalaşarsa, əlavə olaraq 1 dolar 16, 1 dolar 17 sentə kimi də artım trendi sürətlənə bilər. Cari həftə ərzində isə 2% bahalaşan Türkiyə maliyyə bazalarının Türk lirəsinin qiyməti əlavə olaraq 3 lira 54 quruşa kimi də 1% bahalaşa bilər. Enerji bazalarında isə Avropanın Brent markalı neftinin 1 barel qiyməti 48 dolların üzərində ticarət edilməkdədir və 50 dollar kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. Amerikada neft ehtiyatlarının azalması, dinamikasının sürətlənməsi neftə olan tələbin yenidən artmasına işarədir. Bugün Bakı vaxtla saat 16:30-da açıqlanacaq Amerikadan sonuncu inflyasiya səviyyəsi də investorlar tərəfindən böyük maraqla gözlənilir və dünya birjalarının ticarət aktivliyinin daha da artmasına təsir edəcəkdir. Əlavə məlumatlar üçün isə investaz.az/analiz saytından istifadə edə bilərsiniz. Investaz investisiya şirkəti sizə yatırımlarınıza uğurlar arzulayır.